xanım çox gözəl qadın idi. Yəni belə işıqlı obrazı var idi. İnsana çox təsir eləyirdi. Çox kübar, belə qeyri-adi geyimləri, belə çox belə diqqət edirdi belə şeylərə. Mən Ədilə xanımın o obrazını, o işıqlı, o nurlu, təmiz, şərəfli, dürüst obrazını təsəvvür edirəm və mən yaşamaq istəyirəm, yaratmaq istəyirəm. Odur ki, mən düşünürəm ki, həqiqi gözəlliklər qarşısında ölüm belə acizdir. Müəllimimizi xatırlayanda ən qarşıma, yəni onun obrazı canlanır. Ədilə xanım sözün əsl mənasında yüksək ziyalı idi və Azərbaycan ziyalı xanımının bir mücəssəməsi idi. Həm qadın, həm bəstəkar, həm də ki davranışında, danışığında, alicənablığın təcəssümü. Nə deyim, həmən xatirələrə qaydanda yenə də təbəssüm üzümə hopur və mən bəlkə də yenidən o günləri yaşamaq istəyərdim. Günlər keçir, xatirələr sönmür, dəydi zəngin olur. Əziz nənəmin piano arxasında oturub bizə, əzizlərinə, öz balalarına bəstələdiyi əsərlərini təqdim edir. Onun çox kövrək səsi var idi və heç kəs ona biganə qala bilməzdi. Hüseynzadə Ədilə Hacıağa qızı 1916-cı ildə aprelin 28-də Bakı şəhəri Kiçik Qala küçəsi ev 28-də anadan olub. Bu ev, bu küçə əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin həyatının melodiyasının başlandığı məkan idi. Özü də hiss etmədən öz taleyinin möhtəşəm əsərini yaradırdı. Bu əsərin sözləri də, bəstəsi də özünə məxsus idi. Çox həvəsim var idi riyaziyyata. Belə oldu ki, 7-ci sınıfı da qutaranda Nərimanova texnikumu var idi, oğlanlara məxsus sənaye texnikumu idi. Heç orada qızlar oxumurdu. Birinci dəfə 4 qız riyaziyyata o qədər alıda olmuşdum ki, 4 qız ora daxil olduq. O da 4 qızın içində də mən ayrıldım. Oranı da əla qutardım. Nərimanova texnikumundan imtahansız məni Aziyaya göndərdilər. Orada oxudum, qutardım, həmən ailə qurdum. Belə oldu da konservatoriyaya getmədim. Amma bilirdim ki, səsim də var. Azərbaycan Sənaye İnstitutunu bitirib, kimyaçı mühəndis texnoloq diplomu alan Ədilə xanım 1934-cü ildə Novruzlu Hidayət Məsim oğlu ilə ailə qurur. O, kimya elmləri namizədi idi. Bu ailənin Pərviz, Şərəfnisə və Cəmilə adında 3 övladı dünyaya göz açır.
duygusu sevinç, bazen de biraz keder. Ədilə xanımın həyatında gözlənilməz hadisələr silinməz iz buraxdı. Ailə üzvlərinin İran pasportunun olması onların Bakıdan ayrılmasına gətirib çıxardı. Ədilə Hüseynzadə də bu taleyi yaşaya bilərdi. Amma həyat yoldaşının səyi ilə sanki möcüzə nəticəsində Azərbaycanda qala bildi. Əmimin 80 neçə yaşı var, onu apardılar. Sabahsı günü gəlblər, atamı soruşublar. Gedək bizimlə, özə heç nə demirlər, gedək bizimlə. Qardaşım evə gəlir, görür ki, atam da yoxdur, aparıblar. Gedir dalıyca, soruşurlar ondan, sən kimsən deyir, onun oğluyam. Deyirlər, sən hanı sən pasportunu çıxardır, sən də qalacaqsın burada. O da qaldı. Anama Pabeska gəldi ki, bir həftəyə gəl, sözlə gedməlisiniz. Ev qaldı mənim adıma, onları sürgün elədilər bir həftədən sonra. Vətənimdə mən qərib qalmışam. Vətəndə qərib qaldım acısı onu rahat buraxmırdı. Yalnız daxilində gizli qalan, valideynləri qədər onun üçün əziz olan bir məqam ona güc verib bu həsrətdən qismən də olsa qurtara bilərdi. Seçim qarşısındaydı Ədilə xanım, seçim qarşısındaydı. Ya o injiner, texnoloq kimi çalışacaq və yaxud musiqiyə sevgi üstün gələcək və məhz həmin dövrdə yəqin ki, onda bir dönüş baş verir və o musiqiyə üstünlük verir. Piyano bilmədim, gördüm yox, ürəyi partlayır, mən gəlir. Musiqiylə məşğul olam. Getdim konservatoriya. Güzel beğenir. Kabinetle daxil oldum, üzerime salam. O beni gören gibi ne yakçız gelmişim. Dedim ki üzerime diyanam devam götürebilmem. Biz səhvləmişəm. Aziyə gelmişəm, oxumuşam. Ben devam götürebilmirəm musiqisiz. Benim sesim diyesem var. Xahiş edirəm bir yoxlayasın. Krokkanı bastı. Geldiler oradan tapşırdım. Verdi ki sabaha komisya təyinlər falan keçmirəm ki qulaq asacaq. Geldim sevinə qulaq astılar. Bir dəqiqədə beğendiler ki Redkik olur, mezzo sopran. Azərbaycanda tapılmayan sesli, yaxşı ses. Hamdan çox üzərbək sevindi. Mən qızım sənə qabul verirəm. Ədilə xanım Üzeyir Hacıbəylinin ən sevilən tələbələrindən biri idi. Üzeyir Hacıbəyli onu bəstəkarlıq fakültəsinə imtahansız qəbul etmişdi. O qədər özünü artıq göstərmişdi, çox istedadlı musiqiçi olaraq. Ədilə xanımın həyatının yeni melodiyası başlayırdı. Vokal qabiliyyəti digər istedadı da oyandırdı. Xüsusən də konservatoriyada gələcəkdə ən əziz rəfiqəsinə çevriləcək Ağabacı Rızayevanı görəndən sonra onun qarşısında yeni bir yaşıl işıq yandı. Gördüm Zerbe'nin yanında bir Qarabağız kız həmişə. Küçük boy Qarabağız kız. Bir gün soruşdum bu kimdi? Dediler ki bəstəkar Ağabacı Rızayevan. Belə bir ayıldım yuxudan dedim vay. Kızlarla bəstəkar ola bilərmiş ki. Elə bir mənə təkan gəldi. Gittim eve, deli kimi jurnallar vardı, kitaplara baktım, çördüm o yana, çördüm bu yana. Tapdım bir tane İsmail Sultan'ın yadigar eserini. Bir hafta geçti, Bülbül'ün dersine akurat ne getirdim. Geldim, Üzer Bey'in kabinetinin kabağında bir hacalet çekirim, utanırım. Nece ben giyimlerimi musiki yapmışam orada. Bir de gördüm Şevket Mamyadova, vokal şöbesinin zap kafedrasını. Gittiler deli çıkarmıştı, tezesiyorlar. Direm ki Şevket Hanım biz eser yazmışam, çok utanırım Üzer Bey'i göstermeye. Diyan açtı kapını, beni kolumdan tuttu, iteledi. Üzer Bey, biz bile musiki meseleyi utanır size göstermeye. Bir kulak asın buna. Başladım, baştan ayağa çaldım, okudum.
Sonra gözləyirəm ki, görüm Üzeyir bəy nə deyəcək. Dedi, Ədilə, bir də oxuya bilərsən, dedim, bəli. Bir də oxudum, dedi ki, qızım, yorulmamışsan, bir dəfə də oxuya bilərsən, dedim, yox, yorulmamışam, bir də başdan ayağa oxudum. Dedi ki, hə, qızım, xoşuma gəldi, yaxşıdır, yaxşıdır, mən istəyirəm ki, sən sabahdan mənim dərslərimə də gələsən. Partituralarını redaktə edəndə, çapa hazırlayanda Ədilə xanımın partituraları əl yazma şəklində qalmışdı. Orada bir dənə də olsun not elə-belədən yazılmamışdı. Düşüncəsindən, içindən, ağlından, ürəyindən, biliyindən, savadından, nə deyim, zövqündən hər şey süzülüb gəlmişdi və not üzərində öz təcəssümünü tapmışdı. Həm də bu daxili bir tələbat idi. Yəni o hiss eləyirdi ki, bax burada öz sözünü deyə bilər və bu sahə onun üçün çox yaxındır. O həm oxuyurdu. Bilirsiniz, oxuyan insan ümumiyyətlə bir qədər ilahiyə daha yaxın olan insandır da və o səs, söz, deməli, bütün bunları birləşdirərək bax o musiqidə demək olar ki, demək istədiyini, düşündüyünü və hiss etdiyini o zaman ifadə elədi və biz onu məhz o musiqi vasitəsilə tanıyırıq daha çox. Ədilə xanımın öz belə dəsti xətti var idi. Bu çox önəmlidir ki, bəstəkar öz dəsti xəttini belə ortaya qoya bilib. Hamı ilk notlardan tanıyırdın ki, bu Ədilə xanımın musiqisidir. Ona görə ki, melodiyaları çox belə təkrarsız, heç kimə oxşamayan, orijinal bir melodiyalardır. Vəslin həvəsi ömrümü sual etirdi. Hicran gəminin pəncərini qal etirdi. Hicran gəminin pəncərəni qal etirdi. Muğamlar öyrənilir, yeni əsərlər yaradılırdı. Öz dəsti xətti var idi. Bu, Üzeyir yaradıcılığından qaynaqlanırdı. Elə bu məqamda Ədilə xanım müəllimindən Dahi Nizami Gəncəvinin 800 illiyi ərəfəsində məsuliyyətli bir tapşırıq alır. Nizami yubileyi yaxınlaşanda dedi ki, hamımız Nizami'nin əsərinə əsərləyəcəksiniz. Biraz müxtələşmişdim. Məsul həvəsini tapdım, götürdüm, yazdım, bunu işlədim. O da çox xoşuna gəldi. Bir çox gözəl payladı. Bizi bəxt qəbrətənə sanə Bu onun ilk qələm təcrübələrindən idi. Ona görə də mənim üçün çox möcüzəli gəlir. Ona görə ki, həm Üzeyir bəyin orada qoyduğu ənənələr, həm bizim milli musiqidə olan çalarlar, eyni zamanda mən həmişə demişəm və deyəcəyəm, Ədilə xanımın sözə olan dəqiq münasibəti, həssas münasibəti orada özünü o qədər tam əks etdirir ki, Üzeyir bəyin əsərləri ilə yanaşı dura biləcək bir əsərdir.
əsərlər arasında əlbəttə Üzeyir ruhunu özündə daşıyan o həmin vəslin həvəsidir ki, mən indi ona romans qəzəl də deyə bilərəm, amma Üzeyir bəy özü musiqili qəzəl deyirdi. Çünki burada sözün, şeiriyyətin, qəzəlin, əruzun rolu çox böyükdür. O sırada çox bəstəkar yazmışdı. Fikrət Əmirov da yazmışdı, Cahangir Cahangirov da yazmışdı həmin o qəzəlləri. Amma onların arasında Üzeyir bəy ruhunu özündə ehtiva edən və onun modelinə daha çox yaxınlaşan məhz Ədilə xanım oldu. Üzeyir bəyin sənətindən Ədilə Hüseynzadə inanılmaz dərəcədə ilham alırdı. O, böyük müəllimini görməyənlər üçün zəngin arxiv idi. Hər dərsin sonunda o Üzeyir bəydən danışırdı. Müəllimi Boris Sakoviç Zeydmandan danışırdı. O günlərin ab-havasından danışırdı. Və mən əsas əsərlərimi ona göstərərdimsə, sevinə-sevinə dərsin sonunda ona qulaq asmağı çox arzuluyurdum. Dərs prosesindən başqa bizi özünə çox cəlb edirdi onun söhbətləri. Yəni Üzeyir Hacıbəyli haqqında söhbətləri, ona olan böyük rəğbəti, ona olan böyük sevgisi, əlbəttə o dövrü o bizə canlandırdı. Gözümüzün qabağında canlandı o dövr. Onu hətta Üzeyir əmi deyə çağırırdı. Biz bir qədər təəccüblənirdik, mən şəxsən. Amma bilirsiniz, o əmi xitabında elə o qədər sevgi, doğmalıq, nə bilim, bir etimad, ehtiram var idi ki, doğrudan da onlar üçün olduqca doğma bir insan idi, ata idi demək olar ki, və həmişə o deyirdi ki, biz Üzeyir bəyə bir peyğəmbər kimi baxırdıq. Və bilirsiniz, Üzeyir Hacıbəylinin təklifi ilə Ədilə xanım Arşın Malalan filmində Asiyanın partiyasını ifa edir. Çox gözəl mezzo-soprano səsi var idi. Güzelim yar güzelim, bir sözüm var güzelim, bu yazın yarına verdim bir nefer tam güzelim, bu yazın yarına verdim bir nefer tam güzelim. Üzeyir bəy bizə verilmiş ən böyük nəmət. Bundan artıq da nəmət ola bilməz. O, nə bilim, peyğəmbər kimi bir insandır. Mənim gözümdə bu cürə insan mən təsəvvürümə götürə bilmirəm. Bir də ola bilər bəlkə 1000 illərdən, neçə illərdən sonra dünyaya gələ. Ədilə xanım çox milli bir bəstəkar idi. Yəni Üzeyir bəy bütün bəstəkarlarına məsləhət bilirdi ki, onlar xalq musiqilərini, muğamlarımızı, xalq mahnılarımızı dərindən öyrənsinlər. Və əgər Üzeyir bəy deyirdi ki, əgər siz xalq yaradıcılığını, folklorumuzu dərindən öyrənsəniz, sizin əsərlərinizi bu sirayət eləyəcək və sizin əsərləriniz nəinki Azərbaycanda, hətta bütün dünyada seviləcək. O doğrudan da Ədilə xanım yəni öz yaradıcılığında buna riayət eləyirdi. Üzeyir bəyin vəfatından sonra Ədilə xanım üçün sanki yeni sınaq dövrü başladı. Bəstəkarlıq təhsili alanların hamısı sözün əsl mənasında yenidən imtahana çəkildi. Bu sınaqdan da özündə güc taparaq Ədilə Hüseynzadə məharətlə çıxdı. O, Boris İsakoviç Zeydmanın sinifində təhsilini davam etdirdi. 1953-cü ildə isə Azərbaycan musiqi tarixi üçün yeni səhifə yazıldı. Ədilə xanım bəstəkarlıq diplomu alan ilk qadın bəstəkar kimi adını əbədi olaraq bu tarixə yazdı. Ədilə xanım bəstəkarlıq diplomu almış, yəni konservatoriyanın peşəkar bəstəkar ixtisasını
bitirmiş və onun sənədini almış ilk Azərbaycanlı qadın. Yəni bu özü həqiqətən də çox vacib bir faktdır. Amma əlbəttə Ədilə xanım o dövrdə bu sənətə gəldi ki, artıq Azərbaycan qadınları musiqi sahəsində və musiqi yaradıcılıq sahəsində öz sözünü deməyə başlamışdı. Gitsem her yana sevimli ana, seni anıram ağlanırım, bu ömrüm başınadır. Şöhrət ona çoxlu dost qazandırmışdı. Maraqlıdır ki, bu dostluq münasibətləri onun həsrətində olduğu ailəsi ilə ünsiyyət körpüsünə çevrildi. Arazın o tayında, İranda onun əzizləri də bu uğurlara az sevinmirdi. Onlar bu ayrılıqda bir-biri ilə danışmışdılar ki, yazmayacaqlar. Məktublar bir-birinə, ona görə ki, Sovet vaxtı idi. Və anası istəmirdi ki, birdən nənəyə bir çətinlik yaradar o əlaqə. Məktubları gətirirdilər bizim bəstəkarlarımız, Rəşid Beybudov, Fikrət Əmirov. Onlar tez-tez qastrole gedirdilər İrana, oradan nənəyə məktub gətirirdilər ki, hər şey yaxşıdır, 2 kəlmə yazırdılar hər bir şey bir-birinə ki, narahat olmayın, salamatçılıqdır. O vaxtı ailə vəziyyətimlə bağlı müəyyən məqamda yaşayırdım Tehranda və Ədilə xanımın o Tehrandakı bacıları ilə çox yaxın mənim münasibətlərim var idi və o mənə yazırdı ki, mən vətəndə özümü qürbətdə olduğu kimi hiss etməyə başladım həmin o hadisədən sonra, yəni 30-cu illərdə ki, bu ailə İran pasportları olduğu üçün məcburən köçürüldü vətəndən. Danışdılar ki, bülbül oxuyurmuş vətən həvəsini, atam da qulaq asırmış. Atamın yaşı lap çox olub. Gedəndə qocalmışdı, onda da çox qocalıb. Vətən həvəsini qulaq asıb, sonra deyir, hələ ki qutardı, gözlərimdən yaş döküldü. Dedi ki, mən dünyanın ən xoşbaxt adamıyam, 2 qələ qızım var. Sonra 2 gündən sonra rəhbətə getdim. Atamı heç görmədim, qardaşımı görmədim. Düz 30 il sonra 1967-ci ildə otaylı-butaylı ailələr qovuşdu. Anası, bacıları, eləcə də digər qohumları Ədilə xanımla görüşməklə vətəndə qərib qaldım həsrətinə son qoyuldu. Qardaşı Həsəndən isə ona gəlib çatan əziz xatirə bu foto oldu. O, bacısı Ədiləyə sevimli bəstəkarlarından olan Giuseppe Verdi'nin portretini göndərdi. Çıktım bulak üstüne görmedi canan beni. Çıktım bulak üstüne görmedi canan beni. Yaman yerde okladı o gözü ceyran beni. Ədilə xanım yazır, yaradır, öz dünyasının melodiyalarını ardıcıl bəstələyirdi. Notlar bir çeşmə kimi süzülürdü. Yeni həyat hekayələri yaranırdı. Lirik nəğmə məni yada salarmı? Gül, bülbül, o gözü ceyran, gəlsən ölərəm, qarayazı meşələri, günəşdən gənclik istədim, vətən haqqında mahnı, gözəl vətən və sülhün səsi kantataları, oğlumun babasına balladası, kamera vokal əsərləri, simli kvartet, simfonik poema və daha nələr. O çox sevirdi fəlsəfi məzmunlu şeirlərə müraciət etmək. Vokalçı kimi onun yaradıcılığında romans və vokal musiqisi böyük yer tutur. Yəni bəlkə də deyərdim, aparıcı yer tutur. Yaşamaq ancaq zövq deyil, məmnunluq deyil. Yaşamaq həm istirabdır, həm sevinç. Hansı ömür var
başdan başa hamar və dinc. Bu biraz böyük əsər idi, amma nənəm onu qısa şəkildə romans üstündə bəstələdi. Və mənə elə gəlirdi, o sözlərlə o yaşayırdı. O Rəsul Rzanın poeziyası onu çox maraqlandırırdı. Nigar Rəfibəylinin poeziyası və o romansların siz adına baxsanız, duyğular, yaşamaq, mənim arzum, yəni ürək, baxırsan ki, hər biri bir həyat hadisəsinə bir sualdır ki, Ədilə xanım onlara cavab axtarır. Yaşamaq nədir? İnsanın ürəyinə tələb edir. Və bu cavaba, o suallara cavab tapırdı və öz o dünyasını yaradaraq yaşayırdı. Onun əsərləri konsertlərdə Niyazi, Qara Qarayev və digər məşhurların əsərləri ilə bir sırada səslənirdi. Yaradıcılıqla yanaşı Ədilə xanım 1986-cı ilə qədər Bülbül adına orta ixtisas musiqi məktəbində bəstəkarlıq şöbəsində müəllim kimi də çalışdı. Neçə bəstəkarlar yetişdirib, musiqişünaslar yetişdirib. Onlardan həm ölkəmizdə, həm də ölkəmizdən kənarda tanınan bəstəkarlar var, musiqişünas var. Məsələn, Müslüm Maqamayev, Sevda İbrahimova, Firəngiz Əlizadə, Elnara Dadaşova, Azad Zahid, musiqişünaslardan Lalə Hüseynova, Zümrüd Dadaşova, yəni onlar Ədilə xanımın tələbələri olublar. Ədilə xanım 1944-cü ildən SSR və Azərbaycanın Bəstəkarlar İttifaqının üzvü seçilib, 1982-ci ildə Əməkdar İncəsənət Xadimi adına layiq görülüb. Azərbaycan SSR-nin fəxri fərmanları ilə təltif olunub, əmək veteranı adını alıb. 1984-cü il Duyğular, 1988-ci ildə isə Romanslar topluları çap olunub. Daha sonra bu musiqi xəzinəsi yeni tərtibatda işıq üzü görüb. Onun haqqında həm yerli, həm də dünya mətbuatı daim maraqlanırdı. Televiziya və radio verilişlərində qonaq olurdu. Azərbaycan musiqisindən bəhs edirdi. Mətbuat səhifələrində maraqlı, fundamental müsahibələri yayımlanırdı. Ədilə Hüseynzadənin ayrı-ayrı vaxtlarda yubileyləri qeyd edildi. Azərbaycanın tanınmış sənət adamları onu bir daha xatırladı. Bəstələdiyi musiqiləri ifa edildi. – 2016-cı ildə isə 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Xatirə gecəsi ilə yanaşı əsərləri də yeni tərtibatda nəşr olundu. Lent yazıları bərpa olundu. Haqqında verilişlər hazırlandı. Onun 100 illiyini biz keçirəndə çox böyük təntənə ilə mən heç vaxt unutmaram ki, Filarmoniyada onun romansları ifa olundu, kamera instrumental əsərləri ifa olundu və biz oturub bir-birimizlə söhbət edirdik, yəni bunları müzakirə və nə qədər gözəl melodiyalar, belə çeşmə kimi gözəl melodiyalar ortaya gəlirdi.
2018-ci il mayın 16-sında Londonun mötəbər konsert salonlarından birində Ədilə xanımın əsərlərindən ibarət konsert keçirildi. Bu böyük bir mədəniyyət hadisəsinə çevrildi. Konsert Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olundu. Parisdə də Ədilə xanımın əsərləri səsləndi. Eşidənləri valeh etdi. Yaradıcılığı öz təntənəsini yaşamış oldu. Ədilə xanımın adını mənim qardaşımın qızı yaşadır. Onun da adı Ədilədir. Düzdür, musiqini seçməyib, amma gözəl həkim kimi yetişib. Məni Paris konsertində Ədilə adı ilə çağıranda mən çox həyəcanlandım, həm də çox sevindim. Çünki belə bir dahi sənətkarın adını daşıyıram. Ədilə Hüseynzadənin adını yaşatmaq mənim üçün çox şərəfdir. O bizim qəlbimizdə daim yaşayacaq. Xoşbəxtəm ki, bu insanı görmüşəm və onun nəslinin nümayəndəsiyəm. Tələbələri Ədilə xanımın irsini daim araşdırır, gənc nəslə çatdırır. Görkəmli bəstəkarın həyatı və yaradıcılığı haqqında professor Zümrüd Dadaşzadənin yazdığı kitab zəngin arxiv materialları əsasında hazırlanıb. Təqdimatı maraqla qarşılanıb. Ahıl çağlarında isə hər şeyi kənardan müşahidə edirdi. Tələbələri isə onu tək qoymurdu. Tez-tez baş çəkir, söhbətləşirdilər. Azərbaycanın o dövr üçün musiqi mənzərəsini onun gözləri qarşısında canlandırmağa çalışırdılar. Siz birinci olmuşsunuz, lokomotiv olmuşsunuz. Çok güzel bir ışıklı insan olmuşsunuz həmişə benim için. Ve indi de eləsiniz. Bacısının ikisi də orada konservatoriyanın professorları idi. Sonra değişdirəndə rejim evdə işlərini davam elədirdilər. Nənəmin böyük bacısının qızı çox məşhur bir pianoçu hanım oldu. Parisdə konsertlər verirdi. Bu nəslin nümayəndələri bugün də dünyada məşhur sənət adamları kimi tanınırlar. Ədilə Hüseynzadənin bacısı Xədicə xanımın qızı Fəridə Behbudi tanınmış musiqiçidir. Çox gözəl də ana idi, nənə idi. Çox gözəl tərbiyə eləmişdi evladlarını. Yəni Azərbaycan üçün, cəmiyyət üçün çox yararlı insanlar, çox yararlı vətəndaşlar yetişdirmişdi Ədilə xanım. Mənim oğlum Kənan otururdular, uşaqlıq vaxtından muğamlar ulasırdı. Çox böyük bir rolu oldu Kənanın təhsilində. Mənim yadımdadır, uşaq olarkən biz otururduq oyla, o mənə riyaziyyatdan dərs verirdi və günlərcə bu məsələlərlə bağlı biz məşq eləyirdik. Milli musiqimizi dinləyəndə Ədilə xanım yadıma düşür və milli musiqinin zövqünü o qadın mənim həyatımda belə maraq olaraq gətirib. Ədilə xanımın həyat melodiyası ömrünün 90-cı ilində finala yetdi. O bu dünyadan alqışlarla köçdü. Özünü də, həyatını da notlara köçürməyi bacardı.